Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə ingilis dili öyrənərkən istifadə elədiyim, eyni zamanda faydalı hesab elədiyim veb-saytlar, YouTube kanalları, Instagram səhifələri və bəzi onlayn lüğətləri paylaşacağam. Ozdik.com bu bir veb-saytdır və siz bu veb-saytda söz birləşmələrini, eyni zamanda sözlərin hansı sözünü ilə işləndiyini öyrənə bilərsiniz. İndi isə bir nümunəyə baxaq. Bu veb-sayta daxil olmaq üçün mən Google-da və yaxud da ki, Chrome-da axtarış yerinə ozdik.com yazıram. Daha sonra açılan səhifədə yenidən axtarış yerinə istədiyim bir kəlməni yazıram. Mən happy sözünü yazdım. Verbs, yəni feillər, appear, be, feel, look, seem, sound. Bunlar happy sözü ilə əksər vaxt işlənən feillərdir. Məsələn, deyəndə ki, mən xoşbəxtəm, I am happy və yaxud da ki, mən xoşbəxt hiss eləyirəm, I feel happy və ya sən xoşbəxt görünürsən, you look happy və ya you sound happy, sən xoşbəxt, yəni səsin xoşbəxt gəlir, belə. Sonra make somebody happy, yəni kimisə xoşbəxt eləmək. Daha sonra burada adverbs var, yəni happy sözü ilə işlənən zərflər. Və ən axırda burada happy sözü ilə işlənən söz önləri var. Əsasən 3 söz önü ilə işlənir. About, for, with. Youglish.com bu da bir veb-saytdır. Tutaq ki, bir söz öyrənmişsiniz, amma onu cümlədə necə işlətmək olar, onu bilmirsiniz və yaxud da ki, tələffüzünü bilmirsiniz. Bu zaman Youglish.com-da həmin sözə baxa bilərsiniz və həmin sözü kontekstə görəsiniz. Eyni zamanda həmin sözə müxtəlif aksentlərdə qulaq asa biləcəksiniz. İndi isə nümunəyə baxaq. Yenə də Google və yaxud da ki, Chrome-da youglish.com yazıram. Daha sonra burada bir sözü araşdırmaya verəcəm. Məsələn, kidding sözü zarafat eləmək deməkdir. Axtarışa verirəm. Görün nə qədər. So you won the whole tournament. You earned the... Yəni zarafat eləmirəm. No, I'm kidding. That's actually not the reason. No, I am kidding. Yəni mən zarafat eləyirəm. Versions here. I'm just kidding. I love you. Oh. I'm just kidding. That's not the right leg. Here it is. Are you kidding? Are you kidding? Yəni sən zarafat eləyirsən. It's called class. Look it up. Cream. Then I'm gonna toss some chopped apples in there, label and all. I'm just kidding, don't do that. As well as I'm not kidding. That's what... Demək gördünüz ki, ya no kidding deyirlər, ya I am kidding deyirlər, I am just kidding, I am not kidding, ya da ki, are you kidding? Bu şəkildə işlədirlər ən çox. Həmin sözə siz müxtəlif aksentlərdə qulaq asmaq istəyirsinizsə, burada all hissəsini seçirsiniz. baby. Yox, əgər siz Amerikalıların danışığını daha çox bəyənirsinizsə, burada US hissəsi var, ona basırsınız. Və yaxud da ki, Britaniyalıların, yəni ingilislərin danışığını bəyənirsinizsə, UK hissəsinə basmağınız kifayətdir. İndi isə sizlə faydalı bildiyim YouTube kanallarını bölüşmək istəyirəm. Birinci kanalın adı English Stories for Children by BBC Learning English'dir. Kanal budur və kanalda 18 video var. Hekayələr çox maraqlıdır və baxmayaraq ki, uşaqlar üçün hekayələr yazılıb, düşünürəm ki, böyüklər də I2, B1 səviyyəsində olan böyüklər də rahatlıqla dinləyə bilər və ingilis dilinin hekayələr vasitəsilə öyrənə bilər. Qeyd edeyim ki, hal-hazırda 9-cu siniflər şəklə baxıb hekayə yazmalıdırlar imtahanda və buna görə düşünürəm ki, həm 9-cu sinifdə oxuyan abituriyentlər, həm də ki, abituriyent hazırlaşdıran müəllimlər üçün faydalı bir kanaldır bu. Növbəti kanalın adı BBC Learning English, Joe and Belle's Stories. Bu kanalda birinci kanalda olduğu kimi ingilis dilində hekayələr paylaşır. Bu arada qeyd edeyim ki, videonun altında təsvir hissəsində bu kanalların hamısının linkini yerləşdirəcəm. Növbəti maraqlı kanal Peppa Pig with Subtitles'dır və düşünürəm ki, bu cizgi filmi çoxu tanıyır, amma
Bu cizgi filmlə bağlı müxtəlif kanallar var və elə videoları var ki, 2 saat, 1 saat yarım belə davam eləyir. Amma bu kanalda 52 video var və 52 videonun hamısı çox qısadır, yəni 5-6 dəqiqəlik videolardır. Qeyd edeyim ki, hamısının alt yazısı var. Bilmədiyiniz sözü gedib lüğətdə araşdıra bilərsiniz. Və bunun ən sevdiyim tərəfi, yəni bu kanalın ən sevdiyim tərəfi videolardakı bir dənə sözü bəlkə də 4 dəfə, 5 dəfə təkrarlayırlar. Demək olar ki, mən burada hər hansısa bir söz öyrənəndə onu heç vaxt unutmuram. Çünki həmin o öyrəndiyim yeni sözü dəfələrlə adamın qarşısına çıxardır və bu da sözləri daha yadda qalan eləyir. Uşaqlar həm də böyüklər üçün çox yaxşı kanaldır deyə düşünürəm. Növbəti paylaşmaq istədiyim kanal Simple English Videos'dur. Mən bu kanalı çox bəyənirəm və söz ehtiyatımı artırmaqda bu kanal mənə çox köməklik eləyib. Və əgər siz də söz ehtiyatınızı artırmaq istəyirsinizsə bu kanalı izləyə bilərsiniz. Qeyd edeyim ki, kanalda Amerika ingiliscəsi ilə Britaniya ingiliscəsi arasındakı fərqlər və eyni zamanda gündəlik ingilis dilində istifadə olunan sözlər paylaşılır. Növbəti kanal English Speaking Success. Bu kanalda daha çox IELTS materialları paylaşılır, yəni hər hansısa bir mövzunu götürür, o mövzu ilə bağlı sözləri öyrədir, daha sonra suallara cavab verir. Düşünürəm ki, bu da IELTS-ə hazırlaşanlar üçün çox yaxşı olar. Ən sonuncu kanal Pronunciation with Emma. Əgər siz də mənim kimi Britaniya aksentini xoşlayırsınızsa, Emma'nın videolarına baxa bilərsiniz. Kanal budur və kanalda tələffüzlə bağlı videolar paylaşılır. İndi isə Instagram səhifələrindən danışaq. Birinci məsləhət gördüyüm Instagram səhifəsi Yazı Elçin. Səhifəni sizə göstərəcəm. Qeyd edeyim ki, bu qız Amerikadandır və Azərbaycanlı ilə evlənib. Səhifəsində Azərbaycanlılardan eşitdiyi səhvlər barədə danışır. Baxmayaraq ki, çox az video var, amma yenə də faydalıdır deyə düşünürəm. Sonuncu məsləhət bildiyim Instagram səhifəsi British English Pro'dur. Şəxsən çox bəyənirəm videolarını və qeyd edeyim ki, əgər səviyyəniz ingilis dilində yaxşıdırsa və daha da yaxşılaşdırmaq istəyirsinizsə, onda bu səhifəni izləyə bilərsiniz. Və bu səhifədə bəyəndiyim videolar ən çox ingilis dilində səhnə verir, daha sonra o səhnəni təsvir elədir və daha sonra isə özü təsvir eləyir. Belə videolar düşünürəm ki, azdır və ona görə məncə bu səhifəni izləməyə dəyər. Aí, vamos aqui. Bora, Lu! Bora! 2, 2 e... Pega essa história, deixa eu pôr o negócio. Não, tchau! Meu Deus. Aí, cara! A woman is being assisted to climb over the edge of a hot air balloon basket while the hot air balloon is floating above a lush landscape, which is clearly visible as there is very little cloud in the sky. The woman seems a little anxious but excited about the impending freefall. She has an exchange with the man who is very jovial, and she asks if he's going to count her down. He suddenly and unexpectedly says no and lets her go. She screams slightly. Son olaraq lüğətlərlə davam eləyək. Turing türkcə-ingiliscə bir lüğətdir. Lüğətin sevdiyim özəlliyi odur ki, hətta idiomları frazoloji birləşmələrdə tərcümə eləyə bilir. Bir dənə nümunə göstərim. Google-da və yaxud da Chrome-da istədiyiniz bir sözü yaza bilərsiniz və yanına Turing yazın amma. Məsələn, mən misal olaraq that sucks sözünü yazdım və o da mənə mənalarını göstərdi. Obastandır. Yəni Turing qədər faydalı olmasa da, mən bu lüğətdən də istifadə edirəm. Bəzən sözün Azərbaycanca tərcüməsini bilməyəndə, yəni türkcə bilirəm, amma Azərbaycanca bilməyəndə, onda Obastan, Azlex bu kimi lüğətlərdən istifadə edirəm. Düzdür, istədiyimiz hər sözün tərcüməsi olmasa da, çox sözün tərcüməsi var. Mən bunun veb-sayt formasından istifadə edirəm. Məsələn, deyək ki, opportunity sözünü öyrənmək istəyirəm. Bunun üçün yanına Obastan yazıram sözün.
Növbəti lüğətimiz Azlex. Bu da ingilis dilindən Azərbaycan dilinə tərcümə eləməkdə sizə köməklik eləyəcək. Qeyd edeyim ki, o bastan kimi burada da idiomları, frazoloji birləşmələri tapmaq çətin olsa da, bir çox sözün tərcüməsini eləyə bilir. Və əvvəllər bunun veb-sayt formasından istifadə edirdim, amma veb-sayt formasını məsləhət görmürəm, çünki dəfələrlə qeydiyyatdan keçmək tələb olunur. Mən bunun proqram versiyasını yükləmişəm Play Marketdən və bir nümunə olaraq sizə göstərəcəm. Məsələn, mən bura axtarış yerinə book yazıram. Bəli, bookun kitab mənası var, bunu hamımız bilirik, amma digər ən çox istifadə olunan mənası əvvəlcədən sifariş etməkdir, yəni feil mənası kimi. Yəni görürsünüz ki, təkcə kitab mənasını vermir, digər mənalarını da verir. Cambridge lüğəti. Mən Cambridge lüğətini əsasən tələffüzü öyrənmək üçün istifadə edirəm. Əslində bir çox ingilis dilli lüğətlərdə tələffüz öyrənmək olur, amma mənə nədənsə Cambridge çox rahat gəlir. Bir dənə nümunə yoxlayaq məsələn. Movie. Movie. Belə. İngilis dilində bir lüğətdir və qeyd edeyim ki, Cambridge lüğətindən daha faydalı, daha yaxşıdır. Və videonun əvvəlində sizlə bir veb-sayt bölüşmüşdüm, ozdik.com. Onda olan bəzi xüsusiyyətlər bu lüğətdə də var. Yəni sözlərin başqa sözlərlə yanaşı işlənməsi və müəyyən sözlərdən sonra hansı söz önü gəlir, o belə bu lüğətdə göstərilir. Bir də nümunəyə baxaq. Mən misal üçün apologize sözün yazacağım. Yanına long mən yazırıq. Daha sonra baxaq. Burada həm tələffüzü var, Apologize. həm hansı sözündən işləndiyi var. Apologize to someone. Qeyd edeyim ki, bu söz üzr istəmək deməkdir və burada belə bir şey qeyd edilib ki, amma gündəlik ingilis dilində insanlar apologize sözündən daha çox say you are sorry ya da ki tell someone you are sorry bunu işlədirlər. Nəinki apologize sözün. Və burada göstərir ki you apologize for something, yəni nəsə üçün üzr istəyirsən, nəsə elədiyin üçün üzr istəyirsən, demək istəyirsənsə for üstə gələ feil ainci veririk. Kimdənsə üzr istəyirsənsə onda to işlədirik, to sözünü işlədirik. Söz önüsüz yazmaq səhvdir və burada da belə nümunələr var.